Dərin dövlət Avropa strukturlarına Ukraynada müharibəni uzatmağı tapşırıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri Irakli Kabaxidze Batumidə jurnalistlərə açıqlamasında bildirib. İndi dərin dövlət xüsusilə Avropa strukturlarına Ukraynadakı müharibəni uzatmağı tapşırıb. Amerika fondları artıq biz də daxil olmaqla dövlət əleyhinə prosesləri maliyyələşdirmir. Ancaq Avropa strukturları bu yükü öz üzərinə götürüblər ki, bu da çox təəssüf doğurur. Əvvəllər iki cəbhədən hücuma məruz qalırdıq, ancaq milli maraqlarımızı müdafiə edə bildik. Əgər dövlət əleyhinə fəaliyyətlər Avropa strukturlarından və Avropa bürokratiyasından maliyyələşərsə, bizim buna da öz cavabımız olacaq. Biz öz milli maraqlarımızı sona qədər müdafiə etməliyik. Dərin dövlətin öz maraqları var və bunun üçün Avropa bürokratiyasından istifadə edir. Bizim milli marağımız Ukraynada baş verənlərin Gürcüstanda da baş verməsinə imkan verməməkdən ibarətdir. Ukraynada müharibə, dağıntılar, böyük qurbanlar var. Bunun qarşılığında Avropa bürokratiyası ilə yaxşı əməkdaşlıqları var. Amma inanın ki, bu, Ukrayna xalqı üçün o qədər də təsəlli deyil. Gürcüstan bu ssenaridən yayına bilib və dərin dövlət buna qəzəblənib deyə Irakli Kabaxidze bildirib.